Salam, hörmətli tamaşaçım, hər birinizi xoş gördüm. Həyata Bax proqramı başladı və bu həftə biz iş tapmağın çətinliklərindən danışacağıq. Ümumiyyətlə, sözsüz ki, bu çox problemli bir məsələdir. Hər zaman danışdığımız, çox televiziyaların müzakirə etdiyi məsələdir və təbii ki, danışdıqca bitməyən bir mövzudur. Biz çalışacağıq ki, bu proqramımızda gənclərin ümumiyyətlə iş problemlərinə toxunaq, bu problemlər harada yaranır, necə yaranır, gənclərdən nələr asılıdır, ümumiyyətlə iş problemi sadəcə gənclərə mi aiddir? Bu məsələləri müzakirə edəcəyik və zaman itirmədən sizə studiyamızın qonaqlarını təqdim eləmək istəyirəm. İsa Həsənov, Dövlət Məşğulluq Xidmətinin Əmək Bazarının Təhlili və Statistika Şöbəsinin müdiri. Yanında başqa bir İsa müəllim də oturub, İsa Qasımov, Qafqaz Universiteti Karyera Planlaşdırma Mərkəzinin müdürü, Fazil Mustafa millət vəkili və Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri. Bir qonağımız da gələcəkdir, amma təbii ki, yəqin ki, yolda müəyyən tıxac var. Verilişimiz canlıdır, canlı yayında belə şeylər baş verir. Gözləyək verilişimizin sonuna kimi gələr, gəlməz də ki, təbii ki, biz bu qədər qonağımız var, bir qonaqsız da keçinə bilərik. Və yan studiyada bizdə 2 nəfər gənc əyləşib, Gülnar Baxşova tələbədir, eyni zamanda tələbəlik eləyə-eləyə də işləyir və Abbas Abbasov var ki, o hələ də işləmir, amma inşallah iş tapacaq və xarici ölkələrin birində, səhv eləmirəmsə, Avstraliyada oxuyub və indi hal-hazırda vətənimizdədir, amma iş problemi ilə bağlı o da bizim söhbətimizə qoşulacaq. Nə deyək, başlayaq o zaman müzakirəmizə. Ümumiyyətlə, bu cür məsələlərdən insan düşünür ki, hansı tərəfdən başlasın? Onun üçün də mən təbii ki, həmişə üstünlük verəm qeyri-hökumət təşkilatlarına birinci. Qeyri-hökumət təşkilatından Sahib müəllim var burada. Sahib müəllim, ümumiyyətlə, Azərbaycanda iş problemi, iş məsələsinə baxanda qeyri-hökumət təşkilatı kimi nə görürsünüz? Hansı mənzərə sizin gözünüzün qarşısında canlanır? Bizim konstitusiyaya görə hər kəsin əmək hüququ var, amma bu o demək deyil ki, dövlət mütləq hamını aparıb bir işlə təmin eləməlidir. Bu, yəni Azərbaycan Sovet konstitusiyasında yazıldığı kimi deyil. Yəni orada da yazılmışdı əmək hüququ var, amma orada birbaşa başa düşülürdü ki, dövlət hər kəsə iş verməlidir. İndi isə dövlətin vəzifəsi bu şərait yaratmaqdır. Hər kəs özü, öz peşəkarlıq səviyyəsinə, savadına, istəyinə uyğun seçim edib iş yerində işləməlidir və layiqli deyək ki, belə əmək onun üçün təmin olunmalıdır və layiqli əmək haqqı almalıdır. Əlbəttə, bununla bağlı bizdə indiki situasiya budur ki, bizdə də işsizlik var. Amma bizdəki işsizliyin göstəriciləri bugün Avropa ölkələrinin xeyli hissəsinə nisbətən yaxşıdır. Ümumiyyətlə götürəndə dünyada deyirlər ki, 3,5%-dən aşağıdırsa işsizlik göstəricisi, bu yaxşıdır. Amma 3,5%-i keçirsə, bu artıq sosial bir krizisdir, bir problemdir. Bu göstəricidə ölkənin əhalisi nəzərdə tutulurmu? Yəni, ərazisi, əhalisinin böyüklüyünə baxın. Yox, burada tutaq ki, hansı böyük bir ölkə, inkişaf etmiş bir ölkə, amma məsəl üçün bir də bizim o Avropa ölkəsindən necə müqayisə edirsiniz? Yox, burada əmək qabiliyyətli insanlar var və bu əmək qabiliyyətli insanların, deyək, məşğulluq səviyyəsi ilə götürülür və bunlardan kimlərsə də əmək qabiliyyəti ola bilər, amma iş axtarmaya bilər. Və iş axtaranlar bir qayda olaraq Avropada gedib mütləq qeydiyyatdan keçirlər. Bizdə isə yalnız, indi burada məşğulluq mərkəzinin xidmətinin nümayəndəsi var, 1%-dən də iş axtaranların 1%-dən bəlkə biraz az çoxu gedib məşğulluq mərkəzlərində qeydiyyata dururlar. Yəni, bugünkü göstərici budur ki, rəsmi 40 minə qədər məşğulluq mərkəzində növbədə duran var. Amma hökumətin etiraf elədiyi və beynəlxalq təşkilatların indikatorları ilə müəyyən olunub təxminən 260 min işçi var. Bu da 5,9% işsizlik göstəricisidir, yəni əmək qabiliyyətli. Amma bizim belə alternativ monitorinqlərin göstəricisi odur ki, bu təxminən 12-13% göstəricisi ərəfəsindədir. Onda o zaman İsa müəllimdən soruşaq. İsa müəllim, bu Azərbaycanda bu göstərici necə hesablanır? Yəni, bu insanların işsizlik səviyyəsini necə ölçürük biz? Yəni, bu işsiz insanlar sizi dövlət məşğulluq xidmətinə qeydiyyata mı düşürlər, yoxsa bu necə ölçülür? Aydın məsələdir. Əlbəttə ki, bugünkü
qoyulmuş tema özlüyündə aktual bir temadır və aydın məsələdir ki, bazar iqtisadiyyatı şəraitində işsizlik problemi onun əsas atributlarından biri kimi sayılır. Həmin problem əlbəttə ki, Azərbaycanda da mövcuddur. Və bugün rəsmi, deyək, bizim işsizliyin səviyyəsini, rəsmi işsizlərin qeydiyyata alınan səviyyəsi aşağı olsa belə, Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə 5,9% işsizlik müəyyənləşdirilibdir. Əlbəttə, məşğulluq xidməti orqanlarına müraciət səviyyəsini desək, heç də 1-2% müraciət etmir. Yalnız o rəsmi işsiz statusu alan vətəndaşların, o 40.039.420 nəfər rəsmi işsiz statusu alan vətəndaşlardır. Bununla yanaşı digər kateqoriyaya aid olan vətəndaşlar da müraciət edirlər ki, iş axtaran kimi məşğulluq xidməti orqanlarda qeydiyyata alınırlar və onları məşğulluq haqqında Azərbaycan Respublikası qanununa müvafiq olaraq hər hansı bir tədbirlər onların işlə təmin olunmasına köməklik göstərilməsidir, peşə hazırlığı kurslarına yönəltməsidir, işsiz statusunun verilməsidir, ictimai işə və digər tədbirlər həyata keçirilir. O ki, qaldı işsizliyin səviyyəsinin müəyyənləşdirilməsinə, əlbəttə ki, bugün müasir dünyada aydın məsələdir ki, işçi qüvvəsi, yəni əmək bazarına uyğun şəkildə, yəni tələb və təklifə uyğun şəkildə hesablanır. Bugün işçi qüvvəsi əmtia kimi qəbul olunmuşdur müasir dünyada və əmək bazarı da elə bil ki, əgər biz sadələşdirsək, o həmən işçi qüvvəsinin satış yeri, məkanı kimi müəyyənləşdirə bilərik. Və aydın məsələdir ki, yerli Respublika üzrə dövlət məşğulluq xidmətinin yerli qurumları mövcuddur. Bununla yanaşı icra nümayəndələri, bələdiyyə orqanları və s. və əhalinin sayına uyğun olaraq əmək qabiliyyətli yaşda olan əhalinin sayı, əmək ehtiyatları müəyyənləşdirilərək, orada iqtisadi fəal əhali əlbəttə müəyyənləşdirilir və ərazi məşğulluq proqramları var, hansı ki, il üzrə tərtib olunur. Bunun səviyyəsində də işsizlik, yəni səviyyəsi müəyyənləşdirilir. Mən üzr istəyirəm, hörmətli tamaşaçılarımız, bayaq yolunu gözlədiyimiz qonağımız gəldi. Təbii ki, biz dəvət ilə əyləşsin və o zaman Mahru Norton, Moody International İşə Düzəltmə Şirkətinin direktoru. Xoş gəlmişsiniz Mahru xanım. Orada yanında sizin mikrofonunuz var. O mikrofonu birləşdirin yaxanıza bir yerə. Səliqəni təbii ki, gözləməyəcək, çünki gecikmişsiniz. Deməli, Fazil müəllim, həm Sahib müəllim, həm də İhsan müəllim bizə kiçik də olsa məlumat verdilər. Amma siz də bir millət vəkilsiniz. Təbii ki, sizin seçicilərin, yalnız sizin yox, bütün millət vəkillərinin seçiciləri, o millət vəkillərini seçəndə onların orada haqq səsləri olsun deyə seçirlər, onları təmsil eləsin, onların problemlərini gündəmə gətirsin, xüsusən də bu iqtisadi, siyasi məsələlərdə təbii ki. Bu məqamda sizin seçicilərin bir millət vəkilləri olaraq sizdən işsizliklə bağlı tələbləri hansı səviyyədədir? Yüksək səviyyədədir? Necə görürsünüz? Çox ağrılı bir mövzuya toxundunuz. Biz bu istiqamətdə bir araşdırma aparmışıq. Təbii ki, həftənin bir günü bütün seçiciləri hər həftə qəbul edirik. Mən sizə deyim ki, ağırlıqlı mövzu əksər seçicilər iş istəmək üçün və həm də son ümid olaraq gəlirlər. Yəni, bütün məşğulluq idarəsini keçiblər, bütün demək, müəssisələrə baş vurublar və sonda son ümid yeri kimi millət vəkilinə müraciət edirlər və son ümidi qarşılamaq və onu öldürməkdən ağır bir şey yoxdur. Biz də məcburuq ki, biraz çılpaq şəkildə, açıq şəkildə, əlbəttə, yəni ki, hər bir şeyi, kiminsə bir problemi olursa, hüquq mühafizə orqanlarından, başqa qurumlarla, dövlət orqanları ilə, icra hakimiyyəti ilə operativ bunu həll edə bilirik. Amma iş məsələsi elə bir səviyyədədir ki, biz bunu həll etməkdə həqiqətən acizik, gücümüz çatmır. Amma bununla bərabər həm də yönləndirmə imkanlarımız da məhduddur. Bu nədən irəli gəlir? Mən hesab edirəm ki, işsizlik ümumiyyətlə dünyada ciddi problemlərdən biridir. Amerika Birləşmiş Ştatlarında, başqa yerlərdə, hətta deyək ki, prezidentin vəd etdiyi bir formada ABŞ-da işsizliyin səviyyəsini aşağı salmaq mümkün olmadı. Türkiyədə də ciddi problemlər var və əhali arasında da bu müəyyən dərəcədə reyting göstəricilərinə təsir edir. Amma bir gerçək var ki, bu ölkələrdə özəl sektorun inkişafı bu sahədə müəyyən dərəcədə insanların keyfiyyətli işlə təmin olunmasında problemləri ortadan qaldıra bilir. Bizdə əsas problem özəl sektorun
yüksək səviyyədə inkişaf etməməsidir. Bu işsizlik məsələsi xüsusilə müasir modern kapitalizm, bazar cəmiyyətində dövlətin üzərinə yönəldiləsi məsələ deyil. Özəl sektor o qədər inkişaf eləməlidir ki, özü ucuz işçi qüvvəsini, əmək bazarında olan bu qüvvəni seçib çıxara bilsin və öz sferasına cəlb edə bilsin. Çox təəssüf ki, bizdə xidmət sektorundan başqa istehsal sektorunun zəif olması, xüsusilə emal sənayesinin və başqa sahələrin zəif olması bu problemi yaradır. Kəndlərdə xüsusilə bu ciddi bir problemdir. Şəhərdə deyək ki, insanlar müəyyən dərəcədə tikinti gedir, başqa mövsümi işlər var, qeyri-rəsmi hətta işlərdə də insanlar başlarını dolandıra bilir, küçə ticarəti ilə, xırda alverlə məşğul olaraq ən azı yaşamlarını müəyyən mənada sürdürə bilirlər. Amma kənd yerlərində hamı çayxanada domino oynayır. Hamı vaxtını öldürməklə məşğuldur. Çünki mövsümi işlər, kənd təsərrüfatı işlərinin özündə də müəyyən, deyək ki, fermer təsərrüfatlarının inkişaf edəməməsi çox vaxt ona gətirib çıxarır ki, daha çox bir tüfeyli bir yaşam tərzinə keçid başlayır. Nədir? Rusiyadan hansı kiminsə qohumları vəsait göndərdilərsə, onun hesabına kənd müəyyən dərəcədə ayaqda durur. Yəni, bu sahələri kompleks inkişaf elətdirmək lazım. Mən hesab edirəm ki, bizim çətinliyimiz oradadır ki, məhz özəl sektorun çox şaxəli olmaması, biraz da dövlətin hələ də bazarda daha ağırlıqlı bir rola sahib olması işsizlik probleminin əsas səbəblərindən biridir və bunu qaldırmanın yolu özəl sektoru ciddi şəkildə dəstəkləyib, himayə edib, inkişaf elətdirmək. Bir telefon xəttində bir tamaşaçımız var. Eşidirik sizi. Alo. Alo. Bəli, buyurun. Qonaqları da salamlayıram, sizi də salamlayıram, Ramal müəllim. Buyurun, eşidirik sizi. Hardan zəng vurursunuz bizə? Aqsu rayonunun Hacqədili kənd sakini Bəliyev Mahirdir. Buyurun Mahir, sizin iş probleminiz varmı? Mənim iş problemim budur ki, əvvəllər çox çətin günlər görmüşdüm. İndi bu dəqiqə hal-hazırda həyatım davam edir, yaxşıdır vəziyyətim. Ona görə ki, başda Ənvər müəllim olmaqla rayonumuzun bütün rəhbərliyinə, kollektivinə təşəkkürümü bildirirəm. Ənvər müəllim kimdir? İcra hakimiyyətinin başçısı. Hə, sizə iş tapdı o, yoxsa necə? Yox. Yəni, niyə görə zəng edib təşəkkür eləmə ehtiyacı duydunuz? Ona görə ki... Alo. Hə, eşidirik, buyurun. Ona görə ki, onların sayəsində özümü kimsəsiz hiss eləmirəm, nə də ki, xəstə hiss eləmirəm. Ona görə ki, onlar mənə qoyma körlük çəkməyə. Onlar məni necə lazımda dolandırırlar. Kommunal xərclərdən azad ediblər məni. Hə, yəni siz işləmirsiniz, amma işləmədiyiniz üçün rayon icra hakimiyyəti və əlaqəli qurumlar sizin işləmədiyiniz üçün sizə müəyyən dəstək olurlar. Bəli, sosial yardımı vaxtında verirlər. Təşəkkür edirik. Çox sağ olun Mahir, təşəkkür edirik sizə. Belə gənclərimiz də var. Təbii ki, biz telefonları təqdim eləmişik. Hər hansı bir problemi olan insanlar bizə zəng vura bilərlər. Amma təbii dediyimiz kimi, iş probleminə və bu məsələyə öz faydası toxunacaqsa zəng eləsinlər. Məsələ gəlir, çıxır, yenə də bu Fazil mən bayaq dedi, istehsalat prosesində. Amma bir məqam da var ki, təbii ki, bizim işçi qüvvəsi daha çox kimlər olur? Universiteti bitirmiş, gənc, daha çox kütlə, böyük iş axtaran kütləsi, universiteti bitirən gənclər olur ki, onlar işsizlik problemləri ilə universiteti bitirəndən sonra rastlaşırlar, qarşılaşırlar. Amma xarici ölkələrdə universitetlərlə iş yerləri arasında müəyyən münasibətlər var, sıx münasibətlər var ki, bu münasibəti doğru, düzgün tənzimləyiblər və öz tələbələrini bitirəndən sonra, nəinki bitirəndən və bitirməmişdən hətta öncə istehsalat prosesində iştirak elətdirirlər, təcrübə qazandırırlar və sonra tələbə universiteti bitirəndən sonra iş yerinin onun qarşısında qoyduğu təcrübə problemi ilə qarşılaşmırlar. İsa müəllim, biz bilirik ki, Qafqaz Universitetində belə bir şöbə var ki, bu uşaqların, tələbələrin işsizlik problemi ilə məşğul olur və işə düzəltmək üçün belə bir qurum təsis eləmişsiniz. Yəni, problem sizcə harada başlayır? Yəni, işsizlik probleminin başlanğıc nöqtəsi sizcə haradadır? Əslində, bu kompleks məsələdir. Yəni, uzun müzakirə olunması mövzudur. Amma ciddi olduğu üçün, ciddi bir mövzudur eyni zamanda. Bizdə bu problem nədir? Yəni, universitetlə iş dünyası arasında qopuqluq var. Məsafə var. Mən məsafəyə məcazi mənada deyirəm. Birlikdə hərəkət edilmir.
Məsələn, mənim araşdırmama görə, belə bir nümunə deyəcəm, mən nümunələrlə məsələyə aydınlıq gətirməyə çalışacağam. İnkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda iş dünyasının əldə etdiyi texnologiya və ya inkişaf etmiş ölkələrdən gətirdiyi texnologiyadan universitetin bəlkə də xəbəri yoxdur. Universitetin laboratoriyasında bu yoxdur. Universitetin müəllimi bundan istifadə eləmir, tələbələr bundan istifadə eləmir. Bu ciddi problemdir. Və universitetdən məzun olan kadr iş dünyasına gedəndə əlavə praktika keçməli olur, özünü hazırlamalı olur və işə götürənin ilk sualı budur. Harada işləmirsən? Təcrübən varmı? Məzun da bu cavab verir və ya ürəyində düşünür. Təzəcə diplomumu aldım, imkan verin, işləyim, təcrübəm olsun, açığı. Yəni, bu ciddi bir qopquluqdur. Yəni, burada nə var? Konkret olaraq belə deyək ki, Qafqaz Universiteti nə cür qurur? Ümumiyyətlə, biz nə cür bunu qəbul edirik? Bu belə olmalıdır. Əgər biz işçi qüvvəni, əmək qüvvəsini əmtəə kimi qiymətləndiririksə, biraz əvvəl İsa müəllim belə qeyd elədi, bu tələbə uyğun olmalıdır. İşə götürən, belə deyək, işçinin tələb edən tərəfdir və onun tələblərinə uyğun hazırlanmalıdır. Deməli, nə olmalıdır? Burada bu proses, kadr hazırlığı bərabər getməlidir. Əlbəttə ki, məsələnin iqtisadiyyatın ümumi inkişafı, elmi-texniki tərəqqinin tətbiqi, bura digər elmi tədqiqat işlərində də iş dünyası ilə universitet paralel iş aparmalıdır. Amma mövzu burada gənclərin işlə təminatı olduğu üçün konkret olaraq yenə burada iş birliyindən söhbət gedir. Qafqaz Universitetinin bu işin təşkili ayrıca şöbə olaraq yox, konkret prorektorlardan biri iş dünyasında məsuldur və bu prorektorla bağlı mərkəzlər var. Bu mərkəzlərin birində tələbələrin təcrübə, praktika və işlə yerləşdirmə, işlə təminatı prosesi görüşür. Digərində isə iş dünyasının digər daha böyük layihələri, treninqlər, təlimlər və s. tədris mərkəzi şəklində qurulur. Bunlar kompleks, ta birinci kursdan başlayan proseslərdir. Bəlkə məsələn irəli tərəflərində deyəcəyik. Amma birinci kursdan deyəndə bir haşiyə çıxın ki, nədir məsələ? Birinci kursda oxuyan tələbənin iş dünyasına nə əlaqəsi ola bilər? Məsələn, iş adamı əgər gələcəkdə yaxşı bir kadr istəyirsə, həmin tələbələr arasında imtahan keçirib, bir sorğu keçirib, həmin tələbələrə bir həvəsləndirici təqaüd təşkil edə bilər. O kiçik bir miqdar alan, təqaüd alan tələbə artıq o şirkətə bir vəfa borcu kimi özünü hiss edir və şirkəti tanımağa başlayır. Və proses yuxarı kurslarda fərqli proseslərlə, fərqli layihələrlə, karyera günləri, əmək sərgiləri, sosial proqramlar. İş yeri öz işçisini daha əvvəldən, 5 il, 3 il əvvəldən seçir. Universitetlə iş birliyinə girib təməldən bu işi hazırlamalıdır ki, sonra axtardığı kadrda tapsın. Əgər mümkünsə, bu bizdə ali məktəb bugün tələbə yox, dəbə uyğun, belə deyək, peşələrə ümumiyyətlə tələbələri qəbul edir. Bu, ali təhsil sistemində belədir və onun Bologna təhsil sisteminin prinsiplərinə zidd olaraq Azərbaycanda təhsil və təhsilin nəzəri və praktiki aspektləri var da. Bu praktika hissəsi yoxdur bizdə, demək olar ki, yoxdur. İndi bir kimsə hansısa ali məktəb... Bayaq İsa müəllim dedi ki, texnologiyadan heç universitetin xəbəri olmur. Bu ali təhsil. Amma bizdə 28 min şagird peşə təhsil alır bu il. Siz gedin, bunların istənilən bir neçə nümunə göstərmək olar. Amma peşə təhsilində, məsələn, tutaq ki, İKT üzrə təhsil alır, amma o kompüteri orada yox, gəlib iş yerində görəcək hələ. Və yaxud da elektrik çilingəri olasıdır. Bu 70-ci illərin, 60-cı illərin orada o avadanlıqları var. Hansı ki, çoxdandan çıxıb və onlarla bunlar... Sahib müəllim, əslində bu məsələyə biz geniş toxunacağıq. Çünki İsa müəllim də toxundu və mən istəyirəm. Amma əvvəlcə xanımdan soruşaq. Mahruh xanım, siz bir işə düzəltmə şirkətinin rəhbərisiniz və tez-tez qarşılaşırsınız. Ümumiyyətlə, işsizlik problemindən şikayət edən gənclərlə, ümumiyyətlə, fərqi yoxdur yaş problemi. Yaşı qoymayaq burada. Sizcə, Azərbaycanda işsizlik problemi varmı? Yoxsa biz gənclərin özündə mi axtarmalıyıq bu problemi? Və bəlkə gənclərimiz, qonaqlarımızın dediyi kimi, universitetdə kifayət qədər təhsil alıb özlərini yetişdirə bilmirlər, iş dünyasına hazır deyirlər və hələ ki işləməyə hazır deyirlər bunlar. Nədə görürsünüz siz? Siz bilirsiniz, sizin sualınız tamam başqa bir, bilirsiniz necə, gənclərin problemi o valideynlərdən gəlir. Valideynlərin də problemi genetik qanda olan bir... Çox dərin məsələdir. Yəni genetik, nə üçün? Sovet dövründə bizim valideynlərimiz Sovet dövründə təhsil almış, yəni böyümüş insanlardır. Onlarda genetik rahatlıq var idi. Yəni məktəbi bitirib universitetə gedir.
gedəcəm, universiteti də bitirib iş yerinə gedəcəm. Yəni planlaşdırılmışdı yəni, artıq. Yox, planlaşdırılmış, yox, arxayınlaşdırılmış. Buna deyirlər, bu plan deyil, bu dövlətin bəlkə də bir mexanizm idi. Biz o valideynlərimiz bu mexanizmin bir dəfə məndən necə deyim, xarici bir adam soruşdu ki, nə üçün keçmiş Sovet adamları pul yığa bilmirlər? Yəni onlarda bilirsiniz necə daha ekonomik yaşamaq fikri yoxdur. Biz mən dedim ki, bu genetik bir şeydir. Yəni bizimki Sovet dövründə kiminsə 100-200 rubl qazanırdı və deyirdi ki, bunu xərcləyim, maaşdan maaşa yaşamaq fikrincisi, avansdan, bunu biz Rusça deyirdik, palıçkaya yaşamaq bir fikri var idi. Deməli, artıq genetik rahatlaşma gedirdi ki, bu artıq olacaq. Bunsuz deyil, sonra da mən pensiya çıxacam, təqaüdə çıxıb, təqaüddən də bu genetik bir şeydir. Bundan çərçivədən çıxmaq istəmirəm. Yəni, həmin qandan keçmiş bir şeydir. İndi həmin problem keçib uşaqlara. Uşaq deyir ki, o keçib onun günahı deyil, gəncin günahı deyil. Çünki o qandan keçib, qan hələ uzaqlaşmalıdır bundan, problemlər olmalıdır, təmizləşməliyik bundan. Niçin? Valideyndən keçmiş bir şeydir, genetik bir irsdir. Yəni, mən girirəm universitetə, o deyir ki, mənim ən böyük vəzifəm instituta girməkdir. İnstituta girir, nə qədərsə oxuyur, sonra bu tormuzlaşma gedir, institutda belə bir ətalətlə qarşılar. Çünki bu, bilirsiniz, həmişə bizə deyirlər ki, oxuduğunuzu məktəbdə oxuyun, institut ancaq sizin yüksək təhsil müəssisəsi sizin ancaq inkişaf elətdirəcək. Yəni, bünövrəniz məktəbdən gəlməlidir. Bunu da gəlir, burada o fikirləşir ki, qurtaran kimi bir şey, iş yeri olmalıdır. Burada artıq o gedir heç bir məlum olmayan bir, necə deyim, boşluğa düşür. Vakuma düşür. Vakumda da ki, o heç nə elə bilmir. Çünki, nə üçün? Bu, əgər genetik problemi qoyuruqsa, hələ biz özümüzü bilirsiniz necə, əgər bu problemi həll eləməsək, qoysaq ki, öz-özünə həll olunsun, düzdür, bu uzun çəkəcək, amma yenə də həll olunacaq. Yəni, qısaca siz demək istəyirsiniz ki, əslində biz uşaqlarımızı buna hazırlıqlı yetişdirməliyik. Amma valideynlər də bilirsiniz necə, yeni nəsil valideynlər bunu eləyəcəklər. Çünki artıq o vakumda olan valideynlərik. Amma gələcək... Yəni, başına gələn başmaqçı olur. Başından alacaq. Amma keçmişdə biz onu bilirsiniz necə, 70-ci illərdə gəncliyini yaşamış valideynlərdən biz onu gözləyə bilmərik. Çox onlar üçün də. Bilirsiniz, biz 90-cı illərin, necə deyim, o valideynlər idi ki, 90-cı illərin böyük krizislərini yaşayıblar. Onlar da bilmirlər, özlərini çox az miqdarda bir adam özlərini təyin eləyə biliblər, özlərini tapa biliblər yeni dünyada. Bir telefon xəttində tamaşaçımız var, qəbul elə. Eşidirik sizi, alo. Salam. Əleykümə salam, buyurun. Efirdə Mənsurədir, sizinlə danışıram. Xoş gördük Mənsurə xanım, buyurun. Xoş gördük, demək, məsələ belədir ki, sualınız çox düzgün qoyulur, amma baxıram ki, iştirakçılar əsasən sualın əsas məzunindən kənar cavablar verir. Yaxşı, məğza siz yaxınlaşın. Görək, sual işsizlikdən gedirsə, nədənsə bəzi hallarda mütəxəssis axtarışında olurlar, amma mütəxəssislər də var ölkəmizdə. Sadəcə iş yeri deyərkən vətəndaşlar yalnız Bakının mərkəzini şuuru olaraq nəzərdə tuturlar və hamı Bakıya hücuma keçir. Yəni, iş yeri əsasən Bakı yox, regionlaşdırılmış sahələr yaradılmalıdır ki, rayonlarda iş mərkəzləri açılmalıdır. Regionların xüsusiyyətlərinə uyğun iş yerləri açılmalıdır. Ölkəmizdə xaricdən tələbat olan sahələrə imkanlar yaradılmalıdır. Yəni, sənaye inkişaf etdirilməlidir ki, biz ixrac edək və bunun da nəticəsində, bunun da əsasında bizim ölkəmizin vətəndaşlarının iş yerləri açılmış olsun və vətəndaşlar mərkəzə qaçmasın, regionlarda özlərinə yaxşı, rahat iş yeri tapmış olsun. Mənsura xanım, sizcə bu işsizlik problemi, işsizlik probleminin yaşı varmı? Yəni, gənc, orta yaşlı, yaşlı, varmı yaşı bunun Azərbaycanda hal-hazırda? İşsizlik problemi hal-hazırda 40-dan yuxarı olaraq, yəni
bu dəqiqə daha çoxdur. Çünki iş yerlərində limit 40 qoyulur. Hətta şəxsən kənardan 30-40 yaş verilməyən adam belə cavan adam bu dəqiqə yaşına görə iş tapa bilmir. Yəni imkanı fiziki cəhətdən sağlam olmağı və mütəxəssis kimi çox hərtərəfli olmasından asılı olmayaraq yaşında hər zaman problemlərlə aydındır. Araşdırmalar tamam başqa şey göstərir və gənclər ən çox işsizliyin göstəriciliyinə görə ən çox gənclər arasındadır. Yəni indi bizim gənclərin əmək bazarına çıxış problemi ayrı bir problemdir da. Mən orada gənclərimizdə əyləşib. Mənsur xanım sizə çox təşəkkür edirik. Bizim yan studiyamızda biz bayaq 2 gənc təqdim eləmişdik. Bu gənclərdən təbii ki biri Abbasdır. Abbas, mən sənə eşitmək istəyirəm. Bizim qonaqların söhbətini eşitdiniz. Yəni, işsizliklə bağlı sizin düşüncələriniz nədir? Bir xaricdə oxuyub gələn bir tələbə kimi, yəqin ki, Avstraliya kimi böyük bir ölkə, oranın iş məsələsi, təhsil məsələsi və digər bu məsələlərin həlli məsələsini siz yəqin ki, görürsünüz, bilirsiniz. Müqayisə eləsəz Azərbaycanda nə görürsünüz? Əvvəla hamını salamlayıram. Biz sizə eşitmirik, çətin eşidirik. Hamını salamlayıram. Mənim adım Abbas. Mən Milli Avstraliya Universitetində təhsilimi bu il bitirmişəm və vətənə geri dönmüşəm. Hal-hazırda iş axtarıram. İlk əvvəl danışım, xarici ölkələrdə necə bu problem həll olunur. Məncə bizdə əsas problem odur ki, bizdə ümumiyyətlə karyera planlamasından danışmaq çox çətindir. Mən özüm karyera planlaması üzrə təlimlər aparıram və indi başa düşürəm ki, əmək bazarına daxil olundan sonra başa düşürəm ki, Azərbaycanda karyera planlaması haqqında danışmaq yalnız nəzəri səviyyədə qalır. Xaricdən söhbət gedirsə, xaricdə təcrübə belədir ki, bilirsiniz, bizdə bayaq dedilər ki, xidmət sahəsi çox geniş yayılıb. Xaricdə xidmət sahəsində işləyən insanlar kollecdə oxuyan tələbələrdir. Yəni, Azərbaycanda 10-cu, 11-ci siniflərdə oxuyan şagirdlər, yaş qrupu baxımından götürsək. Bu insanlar cəlb olunur, yəni xidmət sahələrinə. Yəni, Azərbaycanda isə bakalavra bitirmiş bir tələbə ümid eləyir ki, bugün açılmış hansısa beynəlxalq bir oteldə iş tapsın və bu onun üçün prestijli bir şey sayılır. Yəni, vəziyyət bu qədər biraz acınacaqlıdır Azərbaycanda. Düz deyirsiniz, istehsalın olmaması bu səbəblərdəndir ki, bizdə iş yerləri çox deyil və xidmət sahəsi üstünü təşkil edir. O ki, qaldı... Mən sizə birbaşa keçmək istəyirəm. Siz bitirib gəldiniz. Hansı ümidlərlə təhsil almışdınız və gələndə bu ümidlərinizi... Düzdür, çox şey gözləmirdim. Amma fikirləşirdim ki, Avstraliyada olan təcrübə. Çünki mən Avstraliyada sadəcə oxumamışam. Eyni zamanda bir semestr Manchester'da mübadilə keçmişəm. Manchester Universitetində. 6 ay Avstraliya Beynəlxalq Münasibətlər İnstitutunda, Milli Ofisində staj keçmişəm. Və həm tədqiqat baxımından, həm də praktiki baxımından təcrübəm var və inanırdım ki, daha doğrusu Azərbaycanda bunu qiymətləndiriləcək, hansısa iş tapılacaq, həm maaş baxımından, həm də ki, sırf işin uyğunluğu baxımından. Sizin iş tapmaq probleminiz, bəlkə sizin yüksək tələbləriniz var hansısa, sizə niyə tapa bilmirsiniz iş? Əgər sizin bu qədər... Abbas iş axtarmağı bacarmır yaxşı. Real bizim şəraitə uyğun iş axtarmağı, bu bir başqa imkan olsa onu da müzakirə edir. Abbas düz deyir, yəni iş... Bax, şəraitə uyğun iş axtarmaqdan söhbət gedirsə, mən tərcüməçi pozisiyasından tutmuş, hansısa bir şirkətdə PR vəzifəsinə kimi işləri müraciət eləmişim. Yəni, ixtisasımın biraz o yanına çıxan hansısa pozisiyalarda müraciət eləmişəm, intervyularda olmuşam. Ola bilər, düzdür, bəlkə də düz axtarmıram. CV-ləri özü göndərmişsiniz və salamda oturub gözləyirsiniz. Yox, yox, oturub gözləmirəm. Mən, yəni ki, həm dövlət qurumları olsun, çünki mən dövlət proqramında təhsil almışam. Dövlət proqramında təhsil alan tələbələr dövlət qulluğu imtahanından azaddılar. Amma problem orasındadır ki, mən ixtisasım üzrə Xaricilər Nazirliyində işləmək istəsəm, bugün bu mümkün deyil. Və mən Nəqliyyat Nazirliyində Beynəlxalq Əlaqələr şöbəsində işləmək də istəmirəm, çünki bu mənim ixtisasım deyil. Ona görə də tələbat əgər deyirsinizsə ki, mənim hansı tələblərim var, bəli, bu baxımdan tələb ola bilər. Amma maaş baxımından böyük bir tələb, xeyr, bu məndə yoxdur. Yəni, bayaq sizə dedim, axırıncı intervyuda dediyim məbləğ 800 manat idi. Yəni, başqa
necə başa salım ki, mən... Azərbaycan şəraiti üçün 8 manat da pis deyil. Pis deyil, bəli, pis deyil. Fikirləşirəm ki, təcrübəmə uyğundur və layiqəm. Yanınızda bir xanım var, Gülnar xanım. Mən istəyərdim ki, bax, o Gülnar xanım da amma tələbədir, hal-hazırda universiteti bitirməyib, amma indidən işləyir. Mən soruşmaq istəyərdim ki, yəni siz işləməyinizə, bu erkən başlamağınızın səbəbi gələcəyinizi düşünmək, bu kimi problemlə rastlaşmamaq üçündür, yoxsa ehtiyac idi və siz bu ehtiyacı qarşılamaq üçün daha tez işləməyə başlamısınız? Mən məktəbi bitirməmişdən hardasa bir 2 il əvvəl fikirləşirdim ki, mən məktəbi bitirib və universitetə daxil olmamış həmən işləməliyəm. Amma bilmirdim hansı sahə üzrə işləyəcəm, çünki belə deyək də, birinci kursa daxil olmayan tələbə nə işləyə bilər? Məsələn, fəhləlikdən deyə bilər, başlaya bilər. Bunun üçün cəsarət lazımdır demək olar ki. Amma mən universitetin birinci il daxil olanda, yəni daha doğrusu imtahanı verdim və müəyyən bal topladığıma əmin idim və bilirdim ki, hər hansı bir fakültəyə daxil olacağım. Hətta birinci yazdığım ixtisasa daxil olacağıma əmin idim və Bakı şəhərində bir, belə deyək, ümumi, mən bunu demək utanmıram da, restoranlardan birində fəhlə kimi işə müraciət elədim, ailəmin xəbəri olmadan və işə qəbul olundu və işə başladım. Belə alındı ki, mən fəhləlikdən başladım və həmin... Yəni, fəhləlik deyəndə nə işiniz nədən var? Xidmət nəzərdə tutun, yəni orada ümumi xidmət idi. Yəni, restoranın adını demək istəmirəm. Təbii, ad lazım deyil, amma işin növü olaraq hansı iş idi? Ofisant idi? İstehsalatında. İstehsalatında, bəli. Amma belə alınır ki, özümün də dil biliklərimə görə həmin restoranda yüksək vəzifəyə qaldırılıram və oradan da şərait yaranır və mən digər bir avtomobil şirkətinə keçirirəm. Beləliklə, mən hal-hazırda Danimarkanın iş dünyasına açıldım geniş formada və öz bacarıqlarımı da istifadə edərək indi hal-hazırda Danimarkanın bir yükdaşıma şirkətində qeyri-ixtisasıma uyğun, belə deyək də, daha çox hüquqi baxımdan bir işlə məşğul oluram. Və sizcə Abbas harada səhv eləyir və ya Abbasın problemi ki var, indi biz onu problem adlandırırıq. Abbasın ən aşağı göstərisi 800 manatdır, səhv oradadır. Əslində Abbasın... Və o təhsilinə uyğun istəyir. Əslində, mənim fikrimə görə Abbasın heç bir səhvi yoxdur. Çünki Abbas xaricdə təhsil alıb və Abbas bilir ki, işə necə düzəlmək lazımdır. Problem Azərbaycandadır ki, bilmirlər necə gənci, necə işə qəbul eləmək lazımdır və hardan başlamaq lazımdır. Belə deyək, qısa mən deyim, yəni problem işə götürənlərdədir. Problem işə götürənlərdədir. Bu bir də dövlət orqanlarındadır. Dövlət orqanları tamamilə başqa cür işə qəbul edir. Yəni, bu başqa bir mövzudur. Mən kiçik deyim, xaricdə universitetlər necədir? 4 il təhsil aldığım müddətdə hər ildə 2 semestr sənin istirahət vaxtın olur, kanikullar deyirik. Bu kanikullar ərzində gənclər müraciət edir şirkətlərə və şirkətlərdə volontyor kimi işləyirlər, təcrübə toplayırlar. Belə çıxır ki, 4 ilin sonunda bir tələbənin 2 illik iş təcrübəsi yaranır və bu iş təcrübəsi nəticəsində universiteti bitirən kimi iş tapmaq imkanı olur. İndi Abbas da orada düşünüb ki, mən iş təcrübəm var, belə müraciət edəcəm, işə gələcəm, məni də burada qəbul edəcəklər. Amma çox təəssüf verirəm Abbas. Azərbaycanda bu mümkün deyil. İstəyirəm, Mahruh xanım sizlə razılaşmadı. Xanım deyir ki, iş yerlərində də problem. Yox. Heç vaxt biz işə götürəni, bilirsiniz, işə götürən müştəridir. Onu günahkar saymaq olmaz, çünki o həmişə düzdür. Bu bir. İkincisi, tələblə təminat məsələsi var. Bu ola bilər ki, problemdir. Amma mən həmişə fikirləşirdim ki, bu problem yerli universitetlərin problemidir. Yəni, bilirsiniz, burada oxuyanların, yəni yerli universitetlərdə oxuyanların problemidir. Yəni, oxuyurlar, universitetdə oxuduqları müddətdə onlar deyirlər ki, mən onsuz da özümə iş tapacam. İş tapacam yox, Allah kərimdir. Bağışlayın, amma Abbas fikirləşirəm ki, o da elə bu, amma xaricdə oxumağına baxmayaraq, o yenə deyib ki, mən artıq burada oxuyuramsa, məni aparıb yuxarıda başda oturduracaqlar. Başa düşürəm. Bəlkə Abbas elə düşünmür elə. Yox, o fikirləşir. Mən işə düzəldən bir şirkətin nümayəndəsi kimi mən fikirləşirəm ki, bizim gözümüzün qabağından çox adam gəlib keçir. Mən fikirləşirəm ki, onun günahı odur. Çünki deyir, ayağımızı, yorğanımıza görə, yorğanımız qısadırsa, Abbas çalışmalıdır ki, bu yorğana özünü uyğunlaşdırsın. Çünki o Azərbaycana gəlib qayıdır.
Çox üzr istəyirəm. Deməli, əslində tələbə Allah kərimdir deyən bir qismi varsa da, mən tələbələrlə işlədiyimə görə bunu belə qeyd edeyim ki, daha doğrusu mən qeyd eləməyim, belədir qənaətimcə. Əgər məzun olan iş tapıb yaxşı yerlərdə yerləşib həyatını qurursa, onu görüb oxuyan tələbə özündə stimul formalaşdırır. Bu stimul yoxdursa, heç Allah kərim də demirlər. Onsuz da iş tapamayacaq ki, niyə oxuyum? Bunu da deyən var. Belə olub oxumayan da var, bu faktdır. Yəni, burada stimul formalaşdırmaq lazımdır. İndi xanımın, hal-hazırda xanımı təbrik edirəm. Xanım bu dəqiqə işindən ayrılsa, heç o iş axtarmasa, ona təklif gələcək. Çünki o artıq təcrübəlidir. O iş nədir bilir, müdür nədir bilir, patron nədir bilir və işin ciddiyyətini, məsuliyyətini bilir və sıfırdan, aşağıdan başlayıb. Onu bacarıb. Mən üzr istəyirəm. Deməli, məsələ nədir? Problem budur. Bizim cəmiyyətdə siz bayaq genlə əlaqədə, mən ideologiya deyirəm ona, Sovet ideologiyasının o tənbəlləşdirilməsi deyirəm. Problem budur. Tələbə vaxtı mən tələbəykən işləyirdimsə, hansısa xoşlamadığım işi görə bilərdim. Məsələn, restoranda işləyə bilərdim. Amma diplom alandan sonra o mənim qüruruma sığmır. Və mən iş tapmaqda çətinlik çəkirəm. Bir müddət işsizlik məndə aqressiya çıxarır. İşə götürən aqressiv bir adam heç vaxt işə götürməz. Və dolayısıyla bu proses uzanır, nəticədə ortada. İsa, mən nə əlavə etmək istəyirəm? Deməli, əlavəm ondan ibarətdir ki, ilk növbədə burada yanaşma tərzi, yəni ki, psixoloji müəyyən məqamlar var. Mən özüm şəxsən 3 rayonda məşğulluq xidmətində aşağı orqanlardan tutmuş vəzifələrdən işləmişəm. Suraxanda, Nəsimidə, Ərmanovda. Yəni ki, məşğulluq problemləri ilə bağlı çoxlu müraciət edən vətəndaşlar olubdur. Onların içində olmuş bir insan kimi deyirəm. Yəni, bugün biz bunu müzakirə edirik. Əlbəttə ki, mən burada nümunə kimi Qafqaz Universitetini mən deyim ki, məşğulluq xidmətində işlədiyim illərdə o cümlədən indi biz müəyyən tədqiqatlar aparırıq və bizə müraciət edən vətəndaşların, yəni xüsusən də bugünkü temaya aid ali təhsil alan vətəndaşlardan gedir. Qafqaz Universitetindən məşğulluq xidmətinə müraciət edən heç bir tələbə olmuyor. Yəni ki, onun xüsusi biz onu da öyrəndik, çünki onlarla da əlaqələrimiz var idi. Karyerada ilk addım belə bir tədbirlər keçiririk və həqiqətən hər bir problemin kökünü biz axtarmalıyıq, gəlib çıxmalıyıq elə bir vəziyyətə ki, yəni bir tərəfli demək fikirlərimizi nümayiş etdirməyək. Əlbəttə ki, onun əsasları var, əsasları haqqında da İsa müəllim özü burada dedi, yəni o iş dünyasından əlaqələrin qurulması, digər tərəfdən tələbə işə götürən münasibətləri var. Yəni ki, tələbəni işə götürən ilk növbədə qutarandan sonra o məzun həmin işə götürənə deməli özünün lazımlıq səviyyəsini çatdırmağı bacarmalıdır. Yəni ki, həqiqətən də bu sabah bu şirkətdə, firmada yaxud başqa bir qurumda işlədiyi təqdirdə ona hər hansı bir xeyri verə biləcəkdir. Yəni ki, bugün bazar iqtisadiyyat şəraitində budur və aydın məsələdir ki, o olmadığı təqdirdə hər bir yəni iş axtaran özünü təqdim etmədiyi təqdirdə işə götürən də onu işlə təmin etməkdə çətinlik çəkir. Ancaq bu gün Abbasın məsələsinə gəldikdə mən sizə deyim ki, bilmirəm hansı müddətdə gəlir. Ancaq o iş tapacaqdır. Yəni ki, ola bilsin ki, aktiv iş axtarmaq prosesi onda hələlik, yəni Azərbaycan mühitində müəyyən bir psixoloji durum var ki, gələndə həqiqətən insanlarda belə bir, yəni necə deyim, fikir formalaşır ki, yox, mən burada heç bir iş tapa bilməyəcəm, burada vəziyyət belədir, elədir. Ancaq bununla yanaşı iş tapanlar çoxdur və var və bu insanlar da həqiqətən sabah layiqli işdən gedir də, indi hər işə getmir. Müəyyən müddət tələb olunur və o işləri də tapa da bilirlər. İsa müəllim, biz indi qısa reklam fasiləsinə ayrılmalıyıq və reklamdan sonra biz təbii ki, işə düzəltmə şirkətlərinin, sonra ümumiyyətlə gənclərin, universitetlərin, bax, bayaq İsa müəllim dedi ki, Qafqaz Universitetindən artıq bizə müraciət edən adam olmayıb. Deməli, universitetlər çalışsa bu imkan, bu olar, yaranar belə bir hal və bir çox məsələləri təbii ki, müzakirə edəcək. Hələ vaxtımız var, çünki proqramımız 6-nın yarısı bitəcək, 1 saatdan çox zamanımız var. İnşallah qısa reklam fasiləsindən sonra yenidən burada olacaq.